Azərbaycanda sosial təminat sahəsində baş verən yeniliklər və statistik göstəricilər hər zaman cəmiyyətin diqqət mərkəzində olur. Xüsusilə əmək pensiyası alan vətəndaşların sayı və onların hansı kateqoriyalara aid olması sosial siyasətin əsas istiqamətlərindən biri hesab edilir. Bu ilin mart ayında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alan vətəndaşların sayı 151.628 nəfər təşkil edib. Bu rəqəm ölkədə sosial müdafiə sisteminin əhatə dairəsinin genişliyini və müxtəlif kateqoriyalara aid insanların dövlət tərəfindən dəstəkləndiyini göstərir. Məlumata əsasən bu şəxslərin böyük bir hissəsi yaşa görə əmək pensiyası alanlardır. Belə ki, ümumi pensiyaçıların 114.713 nəfəri məhz yaşa görə pensiya alır. Bu isə onu göstərir ki, ölkədə pensiya sisteminin əsas yükünü yaşa görə pensiya alan vətəndaşlar təşkil edir. Digər bir kateqoriya isə əlilliyə görə pensiya alan şəxslərdir. Mart ayı üzrə bu kateqoriyaya daxil olanların sayı 13.987 nəfər olub. Bu göstərici dövlətin əlilliyi olan şəxslərə göstərdiyi sosial dəstəyin mühüm bir hissəsini əks etdirir. Bundan əlavə, ailə başçısını itirməyə görə pensiya alan şəxslərin sayı da diqqət çəkir. Statistikaya əsasən bu kateqoriyada olan vətəndaşların sayı 22.928 nəfər təşkil edir. Bu isə ailə başçısını itirmiş insanların sosial baxımdan qorunması üçün həyata keçirilən tədbirlərin davam etdiyini göstərir. Ümumilikdə bu rəqəmlər onu deməyə əsas verir ki, Azərbaycanda sosial müdafiə sistemi müxtəlif ehtiyacları olan vətəndaşları əhatə edir və onların rifahının yaxşılaşdırılması istiqamətində davamlı addımlar atılır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunan bu məlumatlar sosial siyasətin şəffaflığını və davamlı inkişafını da nümayiş etdirir. Gələcək dövrlərdə də pensiya təminatı sayəsində yeniliklərin və təkmilləşdirmələrin həyata keçiriləcəyi gözlənilir. Bu isə vətəndaşların sosial rifahının daha da yüksəlməsinə xidmət edəcək.